Rusiyanın Daxili İşlər Nazirliyi xarici işçi qüvvəsinin təşkilatlanmış qaydada cəlb olunması üzrə eksperimentin hazırlanmasını davam etdirir. Qurum tərəfindən bu prosesi tənzimləyən 4 qanun layihəsi hazırlanıbdır. Layihədə Rusiya Federasiyası hökumətinə 1 yanvar 27-ci ildən 31 dekabr 30-cu ilədək eksperimentin keçirilməsi ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Buraya eksperimentin təşkili qaydalarının iştirak edəcək regionların və digər tələblərin müəyyənləşdirilməsi daxildir. Qanun layihələrində həmçinin Rusiyada əmək fəaliyyəti ilə məşğul olan əcnəbi vətəndaşların vergilərinin hesablanması və ödənilməsi qaydasının müəyyən edilməsi də təklif olunur. Bundan əlavə dəyişikliklər Rusiya Federasiyasının əmək məcəlləsinə də şamil ediləcək. Eksperiment çərçivəsində əcnəbilərə yalnız müddətli əmək müqavilələrinin bağlanması və əmək haqqının hesablanması üzrə xüsusi qaydaların tətbiqi planlaşdırılır. Bununla əlaqədar məcəllənin müvafiq maddələrinə əlavələrin edilməsi də nəzərdə tutulur. Qeyd edim ki, xarici işçi qüvvəsinin təşkilatlanmış qaydada cəlb olunması üzrə eksperiment təşəbbüsü Rusiya rəhbərliyinin tapşırığı əsasında Daxili İşlər Nazirliyi tərəfindən hazırlanır. Layihənin məqsədi miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların küçələrdə nəzarətsiz şəkildə qalmasının qarşısını almaqdır.